Ötən il 37 mərkəzi icra hakimiyyəti orqanının 215, 85 yerli icra hakimiyyəti orqanının 253, eləcə də 15 hüquqi şəxs və digər büdcə təşkilatının 43 xidməti olmaqla 511 dövlət xidməti qiymətləndirilib. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə Asan Xidmət İndeksinin qiymətləndirmə və nəticələrinə və Asan Müraciət İnformasiya Sisteminin fəaliyyətinə dair illik hesabata deyilib. Nəticələrə əsasən Mərkəzi İcra Hakimiyyəti orqanları arasında ən yüksək göstərici Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilib. Yerli icra hakimiyyətləri arasında birinci yerə Pirallahı İcra Hakimiyyəti, hüquqi şəxslər arasında isə Azərişıq layiq görülüb. Asan Müraciət İnformasiya Sistemi üzrə ötən ilin qalibi Sabunçu İcra Hakimiyyəti olub. Asan indeks qiymətləndirməsi bizə imkan verir ki, Azərbaycanda dövlət xidmətlərinin biznes prosesini daha da optimallaşdıraq, təkmilləşdirək və nəticədə onun rəqəmsallaşmasını asanlaşdıraq. Asan xidmət modeli artıq 30-dan çox ölkə ilə bizim müqaviləmiz var ki, o ölkələrdə Asan modeli təcrübəsi paylaşılmalıdır. Onlardan 6 ölkədə artıq Asan xidmət mərkəzləri fəaliyyətdədir. Uqanda və Efiopiyada artıq Asan mərkəzləri var. Növbəti mərhələdə isə Ruanda ilə bu istiqamətdə işlər görülür.